Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri qardaşımla Leriş rayonuna çıxırıq, istirahətə çıxırıq inşallah. Sağlıq olsun. Kamran, nə qədər yol olar buradan oraya təxmini? Biz Yasamaldan çıxırıq hal-hazırda. Hardasa təqribən 290 kilometr yol olar. İnşallah. Yəqin ki, bir hardasa 4 saata çatarıq inşallah. İnşallah. Amma saat indi, baxıram, saat deməli 11-in yarısıdır. Biz biraz gec çıxdıq açığı. Görək inşallah bu istirahət inşallah bizə belə deyək də o zövqü daddırar, yaşatdırar. Deyirlər ki, Kamran, Lerişin çox əzəmətli, çox gözəl dağları var. Bizim də elə ora əsasən getməyimizdən məqsəd odur ki, o dağları görək, dağlara baxaq. Gözəl mənzərəli yerdir, qədim yerdir Leriş. Çox maraqlıdır bizim üçün. Ona görə bu günləri yolumuzu inşallah ki, Lerişdən salırıq. İndi yola çıxdıq hal-hazırda. 290 kilometr yol göstərir. 3 saat yarım. İnşallah sağ-salamat gedib çatarıq. İnşallah sağlıq olsun. Hava da istidir. Yəqin ki, oralar da isti olar. İndi hər halda dağlıq ərazidir. Görək indi inşallah yaxşı olar. Sağlıq olsun. Hə, əziz dostlar, deməli Lənkərandayıq biz. Yol fasiləsi verdik. Burada yaxşı alça ağacları var. Qəşəng alça ağaclarından biraz dərdik, biraz yedik. İndi də inşallah fikrimiz var, isti suya gedək Lənkəranda. Yəni Lerişə gedirik, yol üstü Lənkərana dəyməsək olmaz. Çünki Lənkərandan keçirik. Kamran. Gedirik inşallah. İnşallah isti suda çəkişlərimizi davam edəcəyik inşallah. Daha ətraflı, geniş. Deməli əziz dostlar, biz gəldik isti suya. Həmin o isti su deyilən yer burada. Gördüyünüz bu hamam kimi yerdir. Deməli daxil oluruq içəriyə. Burada deməli suya daxil olurlar. Bu isti sudan yararlanırlar. Burada oturmağa yer falan. Belə. Sonra bu su da buradan axır gedir. 40 dərəcə, 50 dərəcə isti su buradan axır gedir. Şəfalı su hesab olunur. Və burada bir neçə dənə belə yerlər var. Bu kimi müalicəvidir, çox qəşəng. Hə, müalicəvidir. Burada bir neçə belə yerlər var. Belə gördüyünüz kimi hamam kimi. Hamam forma. Belə deyək, elə bir ki hamamdır. Vanna qəbul edirlər. Burada və bu da isti su. Burada Kamran, dağın başındayıq da. Bura dağdır. Bura maşınla gəlmək çox çətindir. Yəni dərə, təpə, yollar çox. Yəni biraz maşınınız aşağıdırsa, hündür maşın deyilsə biraz əziyyət verir, çətinlik verir. Yamalar çox. Hə, altının dəymə ehtimalı var. Belə. Amma çox gözəl, çox havası falan çox gözəldir. Burada istədiyiniz sürdür. Yəni ki, hərəyə kim uyğun bilsə temperatur 40 dərəcə, 42, 45, 50 dərəcə hətta. Hə, hamısı ayrı-ayrıdır burada. Ayrı-ayrı, hərə özünə uyğun. Hə, nə gözəl. Nə gözəl. Başdan başlayıb, məhdudlaşıb, ora bitirir. Mən başqa cür düşünmüşdüm, isti suyun başqa cür olacağını düşünmüşdüm. Mən düşünmüşdüm ki, belə şəlalə olacaq filan, isti su o cürə də belə. Amma maraqlıdır. Gördüyünüz kimi belə otaqlardır, bir neçə dənə. Otaqlardan axır su özü süzülərək oradan daşır. Müalicəvi su, isti su. Zəhməti çoxdur, amma Gəlib gəzməyə, görməyə dəyər. Yəni əziyyətinə dəyər. amma əziyyətinə dəyər, gözəldir. Yəni ki, maşınımız ancaq gələrsin, hündür olsun. Off-road maşınlar, hündür maşınlar olsun ki, dağ ətəyi və onlarla dağlıq ərazidir. Yamalar çoxdur. Hə, indi isə yolçu deyir, yolçu yolunda gərək biz gedirik Lerişə. Biz Leriş adı ilə çıxmışıq. Sadəcə o isti suya gəlməyi də oranı çək bax. tərif etmişdilər bizə. Buranın çox maraqlı bir yer olduğu haqqında deyilmişdi bizə.
verirəm. Valla Bakıda 6 manata, 7 manata alça satırlar hal-hazırda. Yəni buradakı alça ilə o bir deyil də hər halda. Dərmanlı filanlı olan alçalardan biri deyil. Düzdür, burada alça biraz cırdır, Bakıdakı o yekə olur. Alırıq da tutandan. Yəni o bunu əvəz eləmir. O zövqü ala bilmir adam. O yeyirsən amma onu tutardan o zövqü ala bilmir. Cırdır. Deməli, isti suya gəldiyimiz yol budur. Bu cürə yolla gəldik. İndi belə bir gözəl mənzərə burada açılır. Çox gözəl mənzərə açılır burada. Biz dağın üzərindəyik. Dağın üzərindəyik birbaşa olaraq. Belə mənzərələri gəlib gəzməyə dəyər. Gözəl mənzərə. Amma bir dənə söz demək istəyirəm. Mən adətən belə yerlərə gələndə fəlsəfi fikirlər oyanır məndə. Mən düşünürəm ki, əslində biz ölümün bəzən varlığı ilə, ölümün olması ilə razılaşmırıq. Çox insan ölümdən qorxuruq, ölümdən söhbət edəndə mövzuları dəyişirik. Hər şeyin sonu ölümdür. Dahi Rus yazıçısı Lev Tolstoy deyir ki, əgər hər şeyin sonu ölümdürsə, bu qədər əzab-əziyyət nəyə gərəkdir? Amma mən düşünürəm ki, əslində ölüm gərəkdir. Ona gərəkdir ki, əgər ölüm olmasaydı, insan elə bir varlıqdır ki, hər bir yerə sahiblənmək istəyərdi. Bu gözəlliklərə əgər insanlar, bu dövrə kimi yaşayan insanlar dünyasını dəyişməsəydi, insanlar çoxala getsəydi, inanın ki, buranı hər bir varlı mülkədar, varlı bir insan gəlib buralara sahiblənərdi. Hər yer almaq istəyərdi insan. Bəlkə də ölümün olmasında, bəlkə də yox, həqiqətən də ölümün varlığında çox böyük məna var. Allahın hər bir işində bir köklü məna, bir məntiq var. Allaha şükür olsun, belə gözəlliklər yaratdı. Ölümün varlığı, ölümün var olması, yəni insanın ölməsi, əbədi yaşamaması nəticə etibarilə insanlarda belə bir fikir oyadır ki, biz hər şeyə sahiblənə bilmərik. Ona görə də çox yeri qəsb etmək istəmirik. Amma varlı insanlar, pullu insanlar buraların hamısını qəsb edirlər, özünçüləşdirərlər. Deyərlər, bura da mənimdir, ora da mənimdir, dağlıq ərazilər alırlar, hasar çəkdirərlər. Yəni belə. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. İnşallah ki, bu gözəlliklər, bəzən gedirlər, çəkişə ilə deyirlər ki, bu gözəlliklər cənnətdir, cənnət diyardır. Cənnət Allahın bizə vəd elədiyi cənnətdir, Qurandakı cənnətdir. Bura cənnət deyil, amma bura gözəllikdir, Allahın rəsm əsəridir. Dağları deyir, biz yaratdıq ki, zəlzələnin, belə deyək də, o gücünün qarşısını alsın. Quran-Kərimdə bu mövzuat ətrafında ayələr var. Dağların yaranması barəsində. Allaha şükür olsun gözəlliklərə görə. Dostlar, biz artıq Lerişdə. Lerişdəyik. Bakı şəhərindən 290 kilometr aralıda yerləşən Leriş rayonunda satılır. İndi hal-hazırda Sivəçaran şəlaləsindən az qalır. Cihazda 5-6 kilometr yol qalır. Bu gözəlliklər, gördüyünüz bu yerlər Lerişdir. Biz Sivəkarana gedirik. Sivəçaran şəlaləsinə doğru gedirik hal-hazırda. Bu yol Leriş-Lənkəran şosesidir bu yol. Hə, bu gördüyünüz yol, burada maşınlar gedir gördüyünüz kimi. Bu gözəllikləri həqiqətən gəlib görməyə dəyər. Havası da çox gözəldir, hə Kamran? Havası da qəşəngdir, həqiqətən də. Bir sərin meh var. Hava istidir, amma sərin meh var. Çox gözəl. Adam bu gözəlliyi qoyub getmək istəmir, amma bizim yolumuz hələ 9 kilometr. Əfsuslar olsun ki, zamanımız azdır. Çatdırmalıyıq, vaxtımız çox azdır. Gedək.
Davam, yola davam. Getdik. Biz hal-hazırda Sivəçəran şəlaləsinə doğru yola düşmüşük. 3 dəqiqə qalıb artıq çatırıq. Hər kəsə məsləhət görərsiniz. Əgər Lerikə gəlmisinizsə, mütləq şəkildə Sivəçəran şəlaləsinə gəlin. Əziz dostlar, deməli Sivəçəran şəlaləsinə qalxmaq üçün biz gördüyünüz yolla bax burayla ağacın altına keçib içəridən qalxmalıyıq yuxarı. Yəni yolumuz çətindir. Paltarlarımızı dəyişirik. Testi üçün istərsəm uzun yoldur, ora çıxırıq, bura düşürük. Belə. Deməli buradan əziz dostlar düşürük aşağı ilə. Aşağıdan da qalxırıq. İnşallah ki yolumuz İnşallah. Gəl, Kamal keçək. Ya Allah. Düşək görək bu yollar bizi hara aparır. Amma burada düşünürəm ki, birdən hər şey ola bilər. Özdə çox az insan var bu ətrafda. Buradan da düşmək olarmış ha. Burayla da Buradan da düşüb gəlmək olar. Mən burayla gəldim. Macera yaşamaq üçün. Yox, mən risk ata bilmərəm. Mən burayla gələcəm. Hətta burada rahat yer var burada. Yox, bu gözəlliyi, təbiəti ümumiyyətlə gəzmək lazımdır. Bu daxil olmaq lazımdır o dərin işlərə, əngin işlərə. Burada skameyka da var. Düz skameyka var amma yox kimidir yəni. Var amma yox. Biz Sivəçəran şəlaləsinə qalxırıq, hə? İnşallah. Qalxmaq istəyirik. Amma bir dənə insan yoxdur burada. Qəbələ idi, hə? 7 gözələ getmişdik. 7 gözəl şəlaləsində olduq Qəbələdə. Orada insan çox olur. Bura nə əzəbsə insan. Buranın biraz yolları da çətindir deyə. Hər kəs gəlmir. Buranın çox adam bələdçi ilə gəlir. Çox adam deyir ki, azaram, gələrəm buraları tapa bilmərəm. Riskə getmir çox adam. Mən də Kamran buradan getməliyik ya, buradan. Burada ağac atıyor, deyəsən belə deyir. Aha. Bura Sivəçəran şəlaləsidir. Yolları çox narahatdır, nahamar, belə gördüyünüz kimi daşlı yollardır. Bura gələrkən bələdçi ilə gəlməyiniz məsləhət görülür. Həmin yolu tapmağınız üçün bir də batinka ayaqqabı çəkmə. Yaxşı bir ayaqqabı geyinin ki, sürüşməyəsiniz burada çox. Azı 3 dənə ayaqqabı olmalıdır. Yavaş-yavaş çatırıq inşallah. Çatırıq. Bu da həmən Sivəçəran şəlaləsi. Burada hə Kamran? Əsas nəzərimizdə tutduğumuz yerlərdən biri də bu gözəllikdir. Aha. Deməli, o başdan Məncə hər kəs bu gözəlliyi, hər kəs ömründə bircə dəfə də olsa görməlidir. Çox gözəl mənzərə, möhtəşəm. Çox gözəl. Biz bu yollarla gəldik. Bu meşəliklə. Hətta mən dedim ki, burada hər hansısa bir yırtıcı heyvanla da qarşılaşa bilərik. Buna
heç kim garanti verə bilməz, zəmanət verə bilməz ki, burada hər hansısa bir heyvan olmasın, mənim düşüncəmə görə. Bəlkə də indi mən yenə qeyd edirəm ki, biz ilk dəfədir bura gəldik. Ola bilər buranın cəmaatı deyər ki, burada heyvan eti yoxdur. Bəlkə də biz düzgün qərara gələ bilməmişik, amma çox qəribə. Düzdür, burada duranda adam suya batır. Amma bu gözəlliyi, bu mənzərəni daha yaxından izləmək. Hoş gəldin sana. Hə, çox gözəl. Amma həqiqətən də suyun içindəyəm. Ha, kameraman, ne var sana bakırsa, hakikaten de buradan bakmak şelaleye çok güzel bir görüntüdür. Sanki bu sular sanki yukarıdan aşağı adamın üstüne akar. Ha, bu kabiri gel yakından götür. Ha, kameraman gel kabiri yakından götür bana. Bu mənzərəni tanışıya bırak. Alttan yukarı təşviş eləyək. Qoy görənlər bilsinlər ki, buradan bura baxmaq nə gözəllikdir. Altdan yuxarı. Düzdür, üstümüz başımız su oldu, amma həqiqətən də Gəlib gəzməyə dəyər həqiqətən. Çox möhtəşəm. çox gözəl, çox. Düzdür, bura sımaqdan ötürü çox əziyyət çəkdik, amma Çox. dəyər. Hə, Kamran, deməli biz bu gözəlliyi gəldik, gördük, gəzdik. Gəzməyənlərə də tövsiyə edirik. Mənim fikrimcə bura həqiqətən də gəlməyə dəyər. Gözəl bir yerdir. Çox gözəldir. İndi isə biz yola çıxırıq. O yolçu yolunda gərək deyək bir söz var. İnşallah. Sağlıq olsun Kamran, biz yola çıxırıq. Gedək inşallah, sağlıq olsun. Gəlik. İnşallah yolumuza davam. Ehtiyatla gəldiyimiz yolda geri qayıdacağıq. Hayat senden şirinsen, kim senden doydu gitti. Gidenler öz kalbini dünyada koydu gitti. Senden doymamalar mı? Senden doymamalar mı? Hayat kışında şirin, hayat yazında şirin, hayat yazında şirin, hayat sevilecek kadar azabında şirin. Seni ben uğurduran o keşmekeşlerini senden doymak.
azabın da şirindir. Senin ben anandıran o keşmekeşlerindi. Senle doymak olar mı? Senle doymak olar mı? Hayat kışında şirin, hayat yazında şirin, hayat yazında şirin. Ömrümüzün bağında arzular çiçek çiçek. Hayat seni eridip ömürlere çevirerek senden doymak sen ne şirinsin, senden doymak olar mı? Hayat, sen ne şirinsin. İndi hal-hazırda Lənkəran Lerik şosesindəyik. İnşallah buradan da Kamran yolumuz Dəlikli zirvəsinə. Zirvəsinədir inşallah buradan yolumuz. Baxın, gördüyünüz bu mənzərə Lənkəran Lerik şosesindədir. Yolun kənarıdır. Bu gözəlliyi də çəkməyə bilməzdik. Çox gözəl. Dəlikli zirvəsinə gedirik. Yolda yenə bir gözəl mənzərə ilə rastlaşdıq. Çəkə bilərsən bax oraları. Görəsən bizim bu durduğumuz yer buranın sürüşmə ehtimalı varmı? Təbiətdə hər cür hadisələr baş verir əslində. Yəni hər an sürüşmə də ola bilər, hər bir şey baş verə bilər. Yəni Yağmurlu havada oralar çökə bilər, sürüşkənli. Yol trası. məncə çox olub belə hallar, çox olub. İndi biz video materiallarda bəzən görürük, xaricdə belə hadisələr tez-tez yaşanır. Hətta yol kənarı ilə maşın gedir, bir də görürsən təpə aşır maşının üzərinə. Allah uzaq eləsin, deyir şəhər deməsən xeyir gəlməz. Amma yaşayış var. Kamran, orada mən evləri görürəm qarşı tərəfdə. Üstü çıxır evin ətrafından, yəqin bilmirəm, orada nəsə qalıyırlar. Çox gözəl mənzərə. Çox. Bunu çəkməkdən məqsədimiz bundan ibarətdir ki, bura gələ bilməyən insan, gəlməyən insan da bu gözəllikləri görsün. Bəlkə onda da bir eşq, həvəs oyansın ki, bu gözəlliklər gəlib canlı şəkildə görməyə, belə deyək də, görmək onlara qismət olsun. Canlı şəkildə bu gözəllikləri gəlib görsünlər. Bəli. Gəlib bu mənzərədən seyr edib zövq alsın.
Allahın yaratdığı bu gözəllikləri, bu möcüzələri, məncə valla bunlar hamısı möcüzədir. Alimlərin tədqiqatına görə belə bir şey deyirlər ki, dağın özü boyda da yerin altındadır, belə deyirlər. Yəni, dağ özü qədər də yerin altındadır. Maraqlıdır. Bu yol Kalavaz yoludur. Kalavaz yazılır. Yəni, deməli, navigatorda, belə deyək də, yol göstəricisində bizə bu cür yazılıb, biz də bu cür təqdim edirik. Ola bilər ki, adlarda bəzi nöqsanlara yol verək. Bunu nəzərə alarsınız. Demək olar ki, Kamran, dağın zirvəsindəyik də, biz zirvə sayılır bura. Mən belə düşünürəm ki. Dağın zirvəsidir. Biz gedirik, deməli, Dəlikli zirvəyə gedirik də. Bəli. Deməli, Dəlikli zirvəyə gedirik. Ola bilər ki, ora nə cür mənzərə ilə rastlaşacağıq bilmirəm, amma çox qəribə, çox gözəl, çox qəribə bir mənzərə ilə rastlaşmışıq. Buranı da görüntüləməyə qərar aldım. Çox. Səssizlik o qədər belə gözəl, təbiətin səsi ilə, yəni heç bir şey müqayisə edilməz. Təbiət o qədər gözəldir ki, o qədər bu dağlıq ətrafı, dağlıq zonalar o qədər sakit, o qədər elə təbiidir ki, valla. Elə video görüntülərimizi də istəyirəm ki, təbii şəkildə, necə var elə bu cürə də çəkim. Danışıqlarımız da, hər bir şeyimiz də. Yolumuza davam edək inşallah. Yenidən yola davam. Əziz dostlar, əziz yoldaşlar, bura Lerikin Bulaban kəndidir. Bilmirəm, indi görüntü olaraq necə görsənirəm. Biz hal-hazırda dağın zirvəsindəyik, Bulaban kəndində. Yolumuzun üzərində belə bir yola, belə bir yerə rast gəldik. Lerikin Bulaban kəndi. Hal-hazırda inanın ki, yəni burada olsanız bilərsiniz. Yəni bilmirəm oradan necə görsənir, necə görünür. Və gəl buralara seç, bura dağın zirvəsidir. Aşağı görsənir. Bax, ətrafı çək. Ətrafı çək, qoy mən götürüm. Baxın. Burada belə məftillərlə hasarlanıbdır yol boyu, yolun sağ və sol istiqaməti. İndi burada yoxdur tikanlı məftillərlə. Amma bayaqlar yolda var idi. Yəqin ki, o da təhlükəsizlik üçün. Çox maraqlıdır, çox gözəl. Çox yüksək zirvə. Buradan baxaq ki, o çox gözəl mənzərədir əslində, ancaq görə bilirik. Görüntü itibdir artıq, bəli. Yolumuza inşallah davam edək. Amma mən bu kadrları çəkirəm. Bilmirəm nə dərəcədə doğrudur. Yəni yolda belə hər dəfə saxlayıb çəkiş etmək. Amma çəkiş etməyə bilmirəm. Mən çəkiş edirəm belə. Yollarda belə maşını saxlayırıq dəfələrlə. Yəni maşını sürən mənim qardaşımdır, Kamrandır. Mən burada saxlayırıq belə maşını çəkişlər edirik, amma etməyə bilmirik. Bu gözəlliklərin hamısını istəyirik ki, adam istəyir ki, buradan getməsin hal-hazırda. Valla, yəni çox qəribədir. Havası qəribədir. İnşallah yolumuza davam edək. Görək başqa nələrlə qarşılaşacağıq inşallah. Yenə Kalvaz yolunda belə bir gözəlliklə rastlaşdıq. Kamran, buraları çək, aşağı istəyir. Çox gündür bir yerdəyik. Deyərdim ki, təhlükəli bir yerdir bura. Həqiqətən. Yəni yüksəklik olan insanlar bura gələ bilməz. Burada dura bilməz yəni. Gələ bilər, amma dura bilməz bu yüksəklikdə. Çox qəribə, çox qəribə bir yer.
qəribə bir yerdəyik, həqiqətən də. Buradan indi mən hündürlük çəkməyə çalışacağam. Yolumuza davam edək. Kamran yenidən gedək. Dəlişi zirvəsinin altı çatırıq. Deməli, orada maşını saxladıq aşağıda. Bura artıq maşınla gəlmək çətin məsələdir. Yəni Çox yüksəklik. çox yüksək. Dəlişi orada, zirvə orada. Kamran, deməli dəlişi zirvəsinə çatırıq. Maşını aşağıda saxladıq, bayaq qeyd edik. Artıq dəlişi zirvəsinə çatırıq. Bura maşından çıxmaq olmaz. Həm sürüşkən həm tərəfdədir. Saat 8-ə qalıb. Hava qaralmaq istəyir, artıq bu vaxt gəl çıxa bildik. Amma yenə də gözəl. Az qalıb, artıq satmışıq. Demək olur oradayıq. Biraz gedir. Deməli, Dəlişli dağ buradadır. Amma bura çıxmaq çox təhlükəli olduğu üçün biz ora çıxmayacağıq. Biz bura qədər gələ bildik, bu gözəlliyi seyr eləyə bildik. İndi qardaşım Kamran oradan kəklik otu yığır. Dedi, bura gəlmişik, buranın kəklik otusundan da aparaq. Satdıqda var, satırlar yəqin ki yolda, hələ ki rastlaşmamışım açığı. Biz bura kimi gəldik, Lerik rayonu və deməli Dəliş dağ zirvəsinin ətəyindəyik. Düzdür, qardaşım artıq yolu yarılayıbdır, yarıdadır. Hündür olduğu üçün buradan ora çıxmaq həqiqətən də çox təhlükəlidir. Bura çox sərt yerdir. Bəlkə də burada yaşayan, burada qalan insanlar var ki, hansı ki onlar üçün burana çıxıb düşmək sadə olar, bəsit olar, amma bizim üçün biraz çətinlik törədə bilər. Ona görə də mən düşünürəm ki, ümumiyyətlə ayaqqabımız filanımız da gərək buna uyğun olsun gərək. Geyimimiz, paltarımız filanımız, mən belə düşünürəm. Ona görə də biz inşallah buradan artıq geriyə Bakıya dönmək fikrindəyik. Allahın köməkliyi. İndi necə Kaman kəklik otu yığa bildi, amma çox gözəl qoxusu var. Həqiqətən də çox ləzzətli iyi var, çox gözəl. Təbii kəklik otu bax budur. Sıfır iyi var. Çox gözəl. Əla Kaman. Gəldik. İndi buradan üz aşağı yenidən avtomobilimizə tərəf, maşınımıza tərəf piyada düşmək fikrindəyim. Yaraman aman ya
Uyma hayır zülfü qaraya, sevgili canana könül. Bu vefasızlığa vay ay ay ay. Bu vefasızlığa yar ederler seni diye bana könül. Mümkün oldukça çalayım. Mümkün oldukça çalış, yanmayasan şem oduna. Şemden gör ne çeker, her gece pervane könül. Ayaman, 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 ay. Sen hele eşki kemendinde esir olmamsan. Uyma uyma mezun kime, her zülfü perişane könül. Sevdiğin olsa Züleyha zaman sen Yusuf hayda 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 aman ay. Sevdiğin olsa Züleyha zaman sen Yusuf Mekre'de Mekredip saldıracaktı seni zindana gönül. Vahidin ömrü bütün Vahidin ömrü bütün nazlı gözellerle keçip, bu həqiqət sözüdür, zənn eləmə əfsanə könül. Yar canır, yar 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 aman aman aman, yar 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 aman 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 aman, yarım aman ah yar hey da aman ey da. Deməli özümüz üçün burada belə bir masa düzəltdik. Daşın üzərində oturmuşuq. Bura dağlıq. Gəlirlər dəbdəbəli yerlərdə otururlar. Rəyi restoranlar falanlar. Biz də otura bilərik o dəbdəbəli yerlərdə. Sadəcə o məsələ bundan ibarət ki, yəni oturmaq olar, problem deyil. Amma bu təbiətdə bu çay içmək, təbiətlə ünsiyyətli olmaq da bir növ. Belə sadə şəkildə dağa baxıb çay içmək çox gözəl mənzərədir. Araba keçirdən çay içib, çörək yemişik, çay içib çıxırıq şəhərə, inşallah Bakı şəhərə. Əziz dostlar, deməli biz artıq Bakıya dönürük. Deməli saata baxıram, saat ona işləyibdi 20 dəqiqə. Biz artıq Leriş dağlarından Dəlişli zirvənin artıq enirik aşağıya. Dağları aşağıya enirik və Bakıya geri dönüş edirik inşallah. Allahın köməkliyi ilə. Yollar gördüyünüz kimi çox kələ-kötürdür. İnşallah ki bu zirvədən yavaş-yavaş
eniş edirik. Ayaqları canavarların ulaşmasını eşitdik. Əməlli başlı canavarlar ulaşırlar. Heç kim yoxdur təbii ki yolda. Asta sürətlə Dərəkdən bəli çox pisdir. Narahat yollar, yamalar çoxdur. Biraz bura gələrkən off-road avtomobillərlə gəlin çalışın. hündür avtomobillərlə, Mənim maşınım biraz yatıqdır. bəli, yəni hündür maşına gəlmək lazımdır. Əziz dostlar, biz bugünkü gəzintimizi sona getirdik. Yollar çox qaranlıqdır, burada işıq yoxdur. İnşallah ki yolumuz Bakıyadır. Sağlıq olsun. İnşallah yenidən hər hansısa bir rayona gedəriksə istirahət etməyə, yenidən çəkiş edərik. Bu video çəkiş etməkdən məqsədimiz bundan ibarətdir ki, bu hissləri bir daha yaşamaqdan ötəri, buna yenidən biz özümüz də baxanda bu hissləri yenidən yaşamış olacağıq və ondan əlavə YouTube-a yerləşdirəcəm, sosial şəbəkələrə yerləşdirəcəm. Bu gözəllikləri görmək istəyənlər var, hansı ki gələ bilmirlər və yaxud gəlmirlər, evdən daha rahat şəkildə baxa bilərlər, izləyə bilərlər. Gözəl təəssüratla ayrılırıq buradan inşallah.